Aşağı da koyuruq. Bunları səliqə ilə yığmışdıq qız hamısı. Bakıda hər kəs qazın qiymətinin bahalaşmasının təlaşını yaşayarkən, İsmaildə 2000-ə yaxın sakin qazın yoxluğundan əziyyət çəkir. Onların evlərinə 20 ildən çoxdur qaz gəlmir. Belə qoyuruq bala, bu odunu bax, beləncik. Tüstü də verir, pastaya ne? Tüstü əlindən, belə zat əlindən oturmaq olmur da can bala. 92'də mən bura gəlmişəm, martın 14'ü. Onda qaz vardı. Lap gerpə ilə qəşəng qazlarımız vardı. Ancaq ki, ondan sonra bilmirəm, da neçə il olduğuna kəsildi bala qazlar. Kəsiləndən sonra dahilə odun, həmişə odunla. Qonşu kəndlərə çəkilib bura qalıb elə-belə. Yeti yox deyə bizim kəndin, cəmaatın qabağına duran, bunu başa salan, eləyən, şikayət eləyən yoxdur. Qalacıq kəndinin sakinləri qızınmaq üçün odun alırlar, amma odunun da qiyməti od tutub yanır. Sakinlər qışı yola vermək üçün 500 manat xərcləyirlər. Hər gün, gün çıxanda çıxıb gündə oturub qızınıram. Yoxsa soyuqdur. Bu il mən 470 manat pul vermişəm oduna. Pulu 2 ay, 3 ay vermişik. Yalvarmışıq ki, odun getirin bir ay gözlə yenə 100 manatı sonra verərik. Hala odunun borcun yarısını verməmişəm. Demişəm ki, bir ay verəcəyim da 100-150 nə qayır? Yoxdur. Soyuqdan yata bilməmişəm axşam. O qədər soyuq olub. Can bala, yıxırıq qazamaş. Nurcahan xanım ləzgi dilində qaz yoxdur deyir. Kənddə yaşayanların əksəriyyəti milliyyətcə ləzgidir. Qış günündür, özümüzə şorqaqal yiyək deyib. Çok kafesiydi. Koy gir hıray. Hak svet var. Svet toxa. Evlərdə qaz boruları olsa da kəndə qaz verilmir. Onlar hamamlarından belə istifadə edə bilmirlər. Qəşəng kalovkası var, qəşəng tuju var, vannası var. Digər günən ki, soyuqdan kimə bilmirik. İsmail rayon icra başçısının birinci muavini Rövşən Ağayev deyir ki, rayonun ümumilikdə yaşayış məntəqələri üzrə qazlaşması 30%-dir. Qalacıq bizdə əhalisi sayı çox olan kəndlərdəndir. Yəni keçən il orada 2 kənd qazlaşdırılıb, Qalacıqdan əvvəlki kəndlər. İndi növbə Qalacıq kəndinədir. Qalacıq kəndinin qazla təminatı 2014-2018-ci illər regionların sosial-iqtisadi inkişafa dövlət proqramına salınıb, amma gələn ilin büdcəsindən kəndə qaz çəkilməsi üçün vəsait ayrılmayıb. 2016-2017-ci illərin kapital qoyuluşunda nəzərdə tutulmayıb, yəni vəsait ayrılmayıb maylanların Qalacıq kəndinin qazlaşdırılması. Növbəti illərdə vəsait ayrılacaq qazlaşması həyata keçiriləcək. Çox, hələ bunun üstündən bir dənə də jilet geyirəm. Jiletin üstündən də bir yekə jaket geyirik səhər-səhər düşəndə. Başıma da bir yekə papaq geyib düşürəm soyuqdan. Vallahi soyuqdur deyənə deyəcəm, valla bu qədər paltar geyirik. Ayaqlarımızda bu külütlər, bu naskilər olmasa biz otura bilmirik, gəzə bilmirik.